Salam, xoş gördük, hörmətli izləyicilər. Saray qəsəbəsində 120.000 manata 2 mərtəbəli ev satışa çıxarıldı. Bu da onun kupçasıdır. Paket kupçadır. Evində kupçası var, torpağında. Alar almaz birbaşa düşəcəksiniz qeydiyyata. Ev bilirsədə yerləşir. Bir də düz burada yolun qırağında. Yol var, prospekt yol, marşrut yolu. Birinci ev yox, ikinci ev. Siz təsəvvür edin, evdən çıxdınız, 20 addımdan sonra dayanacaqdasınız. Baku Boz, Xırdalan, Sumqayıt, Manatlıq taksilər, Bördə Oba Market, Araz Market, sağ tərəfdə 150 metrlik məsafədə bir nömrəli məktəb, sonra qabaqda biraz bağça var, aptek var, sarayın düz mərkəzindədir. Şəbəkə pəncərə iləndir. Evimizin yeri, polu, bütün monolitdir. Çünki birinci mərtəbə isti poldur, ikinci mərtəbələr radiatordur. Bu da evimizin girəcəyidir. Jalüz qapısıdır, bu onun kaletkasıdır, mərkəzi kanalizasiyanın trapıdır. Burada görürsünüz də balkonlu, qəşəng səliqə sahman evdir. Bir-iki xırtapala işləri qalıb. Siz gəlin inşallah onlar yekunlaşacaq. Bu da kombinin yeridir. Bax, kombinin yerinə isti polun atmosferinə qədər su vurub yoxlayırlar ki, o qədər xırdalıqlarına qədər fikirləşirlər ki, bu evdə əyləşik olmasın. Bu da evimizin girəcəyi koridorudur. Bax, bir də təkrar edirəm. Birinci mərtəbə boydan boya isti poldur, ikinci mərtəbə radiatordur. Girən kimi buradan pilləkən qalxır ikinci mərtəbəyə. Koridordur, mətbəxdir, hamam tualetdir, keramikadır, otaqlar amma laminatdır. Burada mətbəxidir. Bax, bir dənə mətbəxinə baxaq. Yeri də keramikadır, mebel arası keramikada var. Bütün nöqtələrinə qədər hamısı boylu. Qurqavoy qoşadaşla tikilib, almaturlu fundamenti kəmərli evdir. Qonaq otağına baxaq. Bu da zalıdır. Zəhmətimsə oradan çəkin. Bax, zalıdır, qonaq otağı, birinci mərtəbədəki olan. Bu TV-STT yerdir. Sağında sonunda qəşəng işıqlar var. Bir dənə də əks istiqamətə çəkək, pəncərələr də düşsün. Bu da zalın pəncərəsidir. Bax, böyük bir pəncərədir. Şəbəkə pəncərələrdir. 2 dənə burada açılan fortikası var. Bax, belə. Burada da xüsusi dekorla yığılıb. Çox qəşəng super evdir. Qapıları, pəncərələri, yəni mütləq gəlib bu evə baxın. Burada sanitar qovşağı var, birinci mərtəbəyə aid olan. Tamamlanma işləri qalıb. Siz inşallah gələndə bunlar da yekunlaşacaq. Bu birinci mərtəbəyə aid olandır. Sonra davam eləyək. Bax, bildiniz də bu evin qapısıdır, giriş qapısıdır. Buradan qalxdıq birbaşa ikinci mərtəbəyə. Piləkən də yekunlaşacaq inşallah siz gələnə. Bax, bura bir dənə zəhmətimsə göstərim, monolitdir. Qanuni monolit beton. Hə, bu da ikinci mərtəbədir. 120.000 manatdan narahat olmayın, yaxşı endirim eləyəcək ev sahibi özü. Gələn buraya ev sahibinin özü ilə danışın, qiymətində endirim elətdirin. Burada bir yataq otağıdır, baxın. Bax, bir yataq otağı buradadır. Sonra, bir yataq otağı buradadır. Bax, bu böyük yataq otağıdır, görürsünüz. Bax, bunun pəncərələri belə avaldır. Əks istiqamətdə çəkək. Burada da taxtın başında bax, belə dekor yığılıb. İşıqlar da olacaq da burada. İndi inşallah siz gəlinə bunlar yekunlaşacaq. Super evdə mütləq gəlib bu evə baxın. Bir yataq otağı da buradadır. Oranı da çəkək. Bax, bir yataq otağı da burada. Bu da sanitar qovşağı. İkinci mərtəbəyə aid olan. Burada da balkonumuz var. Bax, burada balkonudur, görürsünüz. Böyük bir balkondur. Bu da bunun həyətidir. İndi siz gələnə bu işlər hamısı yekunlaşacaq, siz evi tam hazır görəcəksiniz. Bir də təkrar edirəm, Saray qəsəbəsindədir bu ev. Düz yolun qırağında ikinci ev. Bir nömrəli məktəbə də yaxındır. Bütün marşrutlara da bir 20 metr, 25 metr məsafəsi var. Evin də kupçası var, torpağında. Qaz, su, işıq sayğacları olacaq. Alar almaz qeydiyyata düşəcəksiniz. Qiymətindən qəti narahat olmayın. Mütləq gəlin ev yəsinin özü ilə danışın. Siz gələndə burada olacaq. Mütləq gəlin bu evə baxın. Sağ olun.